30 ilə yaxın davam edən işğal dövründə xarabalığa çevrilmiş Şərqi Zəngəzur bu gün özünün yeni inkişaf dövrünü yaşayır. Böyük qayıdış proqramı çərçivəsində yenidən qurulan kəndlərdən biri də Qubatlının Mahruzlu kəndidir. Qubatlı rayonunun mərkəzindən 19 km məsafədə yerləşən Mahruzlu kəndinin layihələndirilən ərazisi 197 hektardır. Birinci mərhələdə 40 hektar ərazidə 190 evin tikintisi aparılır. Burada ilkin mərhələdə 836 sakinin məskunlaşması nəzərdə tutulur. Hazırda evlərin bir çox işləri tamamlanmışdır. Mahruzlu kəndində 190 fərdi yaşayış evlərindən 135-də artıq dam örtüklərinin vurulması işləri yekunlaşıb. Ümumi evlərin 75%-nin fasad izolyasiya və suvaq işləri icra edilmişdir. Daxili mühəndis kommunikasiya işləri də başlayıb. Mahruzlu kəndinin insanların rahat və firavan həyat sürməsi üçün bütün zəruri infrastrukturların yaradılması nəzərdə tutulub. Cəbrayıl, Qubatlı, Zəngilan rayonlarında bərpa, tikinti və idarəetmə xidmətinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri İlhamiyə Rzayev bildirib ki, Mahruzlu kəndinə qayıdacaq hər bir kənd sakininə gözəl ev tikilir. Hər fərdi yaşayış evinin 12 sot həcmində həyətyanı sahəsi var ki, burada təsərrüfat işləri, bağçılıq işləri görə bilərlər. Həmçinin burada köməkçi təsərrüfat binası da var. Yəni kənd yerində bunun nə qədər zəruri olduğunu yəqin hər biriniz bilirsiniz. Qeyd edək ki, Mahruzlu kəndində qeyri-yaşayış obyektlərinin, məktəb binası, uşaq bağçası, inzibati bina və çoxfunksiyalı binanın tikintisi də nəzərdə tutulur.